Rahat həyat üçün mükəmməl hamam planlayaq. Ənənəvi hamamlar 3 hissədən ibarət olur, lakin vannanı əlavə etdikdən sonra duş üçün yer qalmır. Bəs nə edək? Əvvəlcə küncdə yığcam vanna qoyun. İşdən sonra ani rahatlıqla islana və dincələ bilərsiniz. Vannada ehtiyac olanları yerləşdirmək üçün yan divar yuvasını belə yığın. İkincisi, divarda gizli duş başlığı quraşdırın. Təmizləmək daha asandır və müasir görünür. Duş döşəməsini digər döşəmədən biraz aşağıda edin. Bu vanna və duş sahələrini aydın şəkildə ayırır. Üçüncüsü, mərkəzdə 2 funksiyalı ayırıcı divar qurun. Üst hissə tualet kağızı və boş materiallar üçün saxlama sahəsinə çevrilir. Aşağı hissədə zibil qutusunu, kənardan isə qatlanan ara kəsmə edərək həm yerə qənaət edir, həm də ərazini açıq və geniş göstəririk. Dördüncüsü, toz toplayan böyük unitazı atın. Bunun əvəzinə instalyasiyalı unitaz quraşdırın. Təmizləmək daha asandır və səliqəli görünür. Bütün gündəlik əşyaları saxlamaq üçün onun üzərinə tam hündürlükdə şkaf əlavə edin. Beləliklə divarda quraşdırılmış dolablarla moydadır da təmiz qalır. Nəticədə belə səliqəli, rahat hamam otağımız oldu.